Bugündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çoxuşaqlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33% artırılaraq 105 manatdan 140 manata çatdırıldı. Qısa xəbər az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb. O bildirib ki, qanunvericiliyə əsasən o müavinət 5-dən çox uşağı dünyaya gətirib. Tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı 1 yaşına çatdıqda təyin olunur. Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir. Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, dost mərkəzinə və ya şəhid ailələri üzvlərinin müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsilələrinin surəti ananın 5-dən çox uşağı doğub tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sair inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir. Deputat qeyd edib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən gecə o gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir. Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Deyək ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir. Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına yenidən baxılması və çoxuşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə 5-dən 3-ə endirilməsi ilə bağlıdır, deyə Vüqar Bayramov əlavə edib.